Təcrübə göstərir ki, bir ətir hər nə qədər qəşəng qoxusu olsa, bir müddət istifadə eləsən, əvvəlki cəzəbəsi adama olmaz. Amma bir müddət o ətirdən uzaq düşsən, elə həman əvvəlki cəzəbə olar. Dəqiqən insanlar da beləncədir. Bir müddət lap nə qədər istədiyin ola, bahəm olsan, ehtimalən əvvəlki cəzəbə olmuyor onda. Amma əgər fasilə düşsə, ayrıları sabit eləyər ki, qabaqçı kim idi. Pəs, əlinizdə olankən qiymətin bilin. Vəsail dəyər gedib bazardan, ayrıdan alasan. İnsan geçsə, heç özü də gəlsə, qabaqçı olmuyor şayət.